19 apreldə məzunların imtahanıdır və mənim yanımda məzun dostum Elton Əhmədov var. Zaten videolarıma baxan hamısı bilir. Dostlar, qısaca imtahandan 2 gün qalıb. Bugün 17-sidir. 2 gün qalıb. 2 gün haqqında 19 apreldə imtahana girənlər üçün mən istəyirəm ki, tövsiyə videoları verək. Bir il qardaşın təcrübəsi var, keçən il imtahan verib. Mənim də indi özümə görə təcrübəm var. İstəyirəm ki, şagirdlər üçün ətraflı bir video çəkim. Nə lazımdırsa gəl deyək. Elə Elton qonağımdır. Elton başlasın, öz tövsiyələrini versin şagird. Mən də hər birini salamlayıram əziz məzunlar. İlk öncə bunu demək istəyirəm ki, imtahana girdiniz, qətiyyən özünüzü həyəcanlandırmayın. İmtahan müddəti başlandığı anda ilk başlayan listingi tərcümə eləyin. Orada zaten aparatı gətirəndə biraz vaxt verəcəklər, amma o çox kifayət eləməyəcək. Əvvəlcədən listingi özünüzə tərcümə eləyin. Ondan sonra digər yaxşı bildiyiniz fənlərdən başlaya bilərsiniz. Üzr istəyirəm sözü kəsəm. Mən elə bilirəm ki, 9-cu sinifdə 11-də bizdə belə idi. İmtahan ki 11:0 imtahan başlandı dedi, 11:02-də dinləmə səslənəcək. Yəni o elədi, o 2 dəqiqə ki var, siz gözləyirsiniz o sınaq imtahanlarında haçan gətirdilər listening qulaq asarız, elə deyil. 11:00 oldu ki, avtomatik sizin 2 dəqiqəniz başlayır, nəzarətçi basır knopkaya, listening başlayır. O yüzden siz ən birinci heç kitabı varaqlamayın, riyaziyyat suallarına baxmayın, Azərbaycan suallarına baxmayın. Ancaq ingilis dili birinci listingini düzgün başa düşməyə çalışın. Ondan sonra qrammatikasını və ingilis dilinin mətn suallarını işləyə bilərsiniz. Bir də bunu demək istəyirəm ki, listingdə həmişə klassik bir sualdır, mətnin haqqındadır. Bunu zaten o biri sualları işləyəndə, tərcümə eləyəndə bilə biləcəksiniz. Yəni oradan bir dənə sualı yaza bilərsiniz rahat. Sadəcə diqqətli olmaq lazımdır. Bir də dostlar, mövzumuzdan biraz kənar mən istəyərdim. Kitablar gəlib bugün bizə Hikmət Mehdiyev sağ olsun kitablar göndərib. Onların haqqında istəyərdim məlumat verim sizə bir balaca. Bunlar haqqında ətraflı video çəkmişik. Bunlar fizikadır, 1-ci, 4-cü qrupları maraqlandırır. Bilirsiniz mən 8, 9, 10, 11-ci sinifdən ancaq bunları istifadə edirəm. Bunlar təzədirlər. Baxın əgər inanmayan varsa bu 2022-ci il baxın nə gündədir. Mənim öz qayda kitabımdır. Yəni 1-ci, 4-cü qrup şagirdlər üçün tövsiyə edərdik ki, bu kitablardan, qayda kitablarından istifadə eləsinlər. Burada çox qısa konspekt şəklində bütün mövzular 1-ci, 2-ci hissə əhatə edən Dövlət İmtahan Mərkəzi səviyyəsində müəllim işə qəbulu və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün də nəzərə alınan qayda kitabıdır. Qiyməti də münasibdir. Bunlardan istifadə edə bilərsiniz. Eyni zamanda onu da demək istəyirəm ki, bu kitabların Azərbaycan sektoru ilə yanaşı Rus sektoru olan kitablar da var. Tam Rus dilində. Terminlər birəbir Rus dilinə uyğun şəkildə tərcümə olunur. Keçdik riyaziyyata və yaxud ondan sonra ingilis dilini işləyəndən sonra mən sizə tövsiyə edərdim ki, ən yaxşı ingilis dilini Azərbaycan dilindən və yaxud da riyaziyyatdan hansı fənni bilirsinizsə ondan başlayın. Nəyə görə motivasiya söhbəti? Tamamilə doğrudur. Mən də elə ona qatılıram. Zaten oradan imtahan müddəti elədir ki, biraz istər-istəməz həyəcan olur və imtahana başlayanda, rahat bildiyiniz sualları yazanda insanın o stres səviyyəsi ki var, biraz aşağı düşür və evdə elə bil işləyirsən. O həddə gerçəkləşir. O həddə çatırsan və imtahanın digər qalan periodu çox rahat keçir. Ona görə ən yaxşı bildiyiniz fəndən başlamağınız sizə daha da mən 11-ci sinif buraxılışda elə lisesindən sonra birbaşa keçdim riyaziyyatın qapalı suallarını. Çünki zaten qapalı asan düşür. Ya işləyə-işləyə alışırsan. Yəni belə deyək. Ondan sonra köçdüm Azərbaycan qrammatika suallarına. Bizə çətin idi təbii ki, amma ümid edirik ki, daha bizdəki olan faciə qədər olmayacaq 11-ci sinif. Həm də sənin üçün Eltonda 7 nömrə məktəbdə Lənkəranda imtahan verəcək. Ondan sonra da ən çətin hansını bilirsinizsə, riyaziyyatın açıq sualları olsun və ya da Azərbaycan dili mətnləri olsun, onları sona saxlaya bilərsiniz. Bir də o heç hazırlaşmayan uşaqlar var, heç hazırlaşmayan, belə əziyyət çəkməyən uşaqlar. Onlar üçün mən bir tövsiyə vermək istəyirəm. Bunu dedikləri məsəlində köhnə videolarda da, məsləhət videolarında demişdik. Mənim ümumiyyətlə həm gələn ilin 11-ləri üçün, həm 9-lar üçün gələn il, həm bu imtahan üçün heç nə əgər hazırlaşmamısınızsa, bilirsiniz nə oxuyun, riyaziyyatı keçməyin, ingiliscə keçməyin. Ancaq Azərbaycan mətnindən başlayın. Çünki bilirsiniz, mətn siz elə bilməyin, mətni işləmək üçün xüsusi nəsə lazımdır. Mətn oxuyub anlamaqdır. Bilirsiniz, elə bil mən Eltona danışıram ki, Elton, dünənləri filan kəs gəldi, belə oldu, belə dedi mənə, belə dedi. Sonra söyləyim ki, filan kəs dünən mən nə dedi. Elton mən əgər qulaq asıbsa, təbii ki, bunun üçün xüsusi bir bacarıq lazım deyil ki. Azərbaycan mətnində elədir. Mətni oxuyursunuz, mətn arasında suala cavab verirsiniz. Yəni soruşacaq ki, orada Fikrət Hikmətlə günorta yeməyi yedi. Orada soruşacaq ki, hansı hadisə baş vermişdi. Siz çünki bunu oxumusunuz da. Bunun xüsusi heç nə lazım deyil. Ona görə də əgər belə bəlkə hazırlaşmamısınızsa, Azərbaycan mətnini oxuyun. Azərbaycan dilində sizə qəşəng bal gələ bilər. Yəni 100 baldan 30 bal, 40 bal, 50 bal Allah bərəkət versin. Azdır. Tamamilə doğrudur, qatılıram sənə. Bir də bir şey demək istəyirəm. Riyaziyyatın açıq sualları bu il
birinci zonada çox çətin idi. İkinci zonada nisbətən daha yaxşılaşdırdılar, orta səviyyələdilər və bəzən suallar elə olur ki, şərti çox uzun olur, amma qətiyyən qorxmayın uzun şərtlərdən. Onlar əksərən çox rahat suallar olurlar. Sadəcə şərti uzadırlar. Bəli, düpbədüzdür, onu düzdür. Ümumiyyətlə baxın, məndən tövsiyədir. Gördünüz əgər bu qədər yazıblar, asif, pasif, ağasif, nə bilim 2/3/4 nisbətinə o suallar asan olurlar. Sadəcə diqqətli oxumaq lazımdır. Şagirdin gözü qorxutmaq üçün də elə Emin Əmrullayev öz çıxışında demişdi ki, biz çaşdırıcı suallar salırıq, çətin suallar salmırıq. Yəni onlardan da qorxmayın. Ümid edirik ki, bütün məzunlar üçün imtahan yaxşı keçər. Keçən il balınızdan yox, bu ilki balınızdan istifadə edərsiniz buraxılış imtahanında. Təşəkkür edirəm videoyu bura qədər izləyənlər üçün. Bu tip videolar üçün nə etsinlər? Səhifəni follow eləyib, videolara like atmağı unutmayın. Komment yazın. Yəni nə qədər dəstək ola bilirsinizsə, 2 dənə yaxşı oğlandır. Bizdən dəstək olun. Yoxdur da. Sağ olun. Sağ olun.